ibadətdə olmayanlardan soruşanda deyəndə niyə namaz qılmırsan? Demir ha, nəuzbillah, nə namaz boş şeydir. Yox, deyir, hələ özümü hazır görmürəm, hələ hazır deyirəm. Qılıb o işləri eləməkdənsə qılmama. Baxırsan, yəni artıq insan özündə o gücü, mənəvi gücü toparlaya bilməyib, özünü toparlaya bilməyib. Burada sanki sən o mənəvi o baxımdan Allahdan güc istəyirsən, kömək istəyirsən ki, məsələn, bəzən görsən, ruhi baxımdan o qədər mənəvi cəhətdən yüksəlirsən ki, namazın vaxtını gözləyirsən, dəstəmaz alıb biraz qabaq zikr eləyirsən, vaxtın olanda Quran-ı Kərimi götürüb tilavət eləyirsən. Amma bəzən ruhi baxımdan süslük yarananda, mənəvi cəhətdə boşluq olanda, azanı deşidirsən, hələ yerindən qalxmırsan, deyirsən, hələ vaxta var da qılaram. Biraz vaxta oturmuşsan, bir ciddi bir işin də yoxdur. Amma ruhən mənin o qədər yüksəlməyibsən, ya boşluq yaranıb namazı əvvəl vaxtda qılmırsan.